Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri ciddi narahatlıq doğurur. Məsələn, X klinikasında baş vermiş bir hadisə tanınmış və hörmətli bir mütəxəssisin adı ilə əlaqələndirilir və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Axırdan başlayaq ki, tibbi savadı olmayan və o həkimlik fəaliyyətinə və həkimə qiymət verən insanlara mən deyərdim ki, necə ola bilir ki, minlərlə xəstəyə həyat verən, qaytaran, ölümün pəncərəsindən qurtaran, hətta dəfələrdən əməliyyatxanada o dediyimiz jurnalistlərin bəziləri çəkiliş xatirinə nəyəsə gəlib orada, hətta özləri bəzən xəstə olub, o vəziyyəti görəndən sonra səhv etdiklərini başa düşüblər. Adicə fikirləşin ki, siz əlinizdə bir dənə xırda bir yarıya baxa bilmirsiniz, bir əzilmiş yarıya baxa bilmirsiniz, amma cərrah əməliyyat stolunda olumla ölüm arasında vuruşur. Yəni, həmin patologiyanı aradan qalxızmaqla xəstəyə həyat vermək istəyir, sağalır. Əlbəttə ki, həkimə tibbi biliyi olanlar qiymət verməlidirlər. Yoxsa hər küçədən keçsəm, elə gəl, həkim belə oldu, elə oldu, bu düzgün deyil. Təbii ki, həkim də insandır, həkim də canlıdır. Onun da ola bilər hardasa səndən asılı olmayaraq, özündən asılı olmayaraq müəyyən istəməyərəkdən hansısa bir prosesdə, hansısa bir addım ata bilər. Amma əsas məsələ bundan ibarətdir ki, həkimin hansı variantda, bəzən deyirlər səhv addımda atdığı momentdə o xəstəni sağaltmağa çalışır. Əsas fikir də bundan ibarət. Amma nə eləmək olar? Dünyanın işidir. İnsan bir gün yaradan bir gün getməlidir və bəzən deyirlər xəstə ayağınla gəlmişdi xəstəxanaya və nə oldu? Xəstəxanaya gələn xəstədir deməli, sağlam adam deyil. Onun məqsədi sağalmaq üçün gəlməkdir. Təbii ki, hamı xərəkdə gələsi deyil ki, 99% xəstə ayağınla gəlməlidir. Və həkim də çalışır ki, həmin xəstələri sağaltsın və buna da böyük həmişə bir, necə deyərlər, qalib gəlir və o xəstəliyi sağaldır. Lakin hadisə ola bilər, hər şey ola bilər. Yəni, həkimdən də asılı olmayan hadisələr ola bilər ki, bəzən həkim də onun qarşısında gücsüzdür. Onda həkimə nə eləmək lazımdır? Əgər bu indiyə kimi minlərlə xəstəni sağaldıbsa və bu günləri bir xəstədə hansısa bir proses alınıbsa, təbii ki, həkim xəstənin adamlarından da çox əziyyət çəkir. Daim onun fikri ki, niyə oldu, necə oldu? Ona görə də təbii ki, buna ancaq tibbi biliyi olan insanlar qiymət verməlidirlər.